Bugünkü dərsimiz düzənliklərdir. Düzənliklərlə bağlı video dərsimizə baxaq. Deməli, düzənlik nədir? Yer səthinin hamar hissəsi olan relyef formasıdır düzənliklər. Düzənliyin hündürlüyünə görə 3 növ var. Ovalıqlar, yüksəkliklər və yaylalar. Ovalıqlar hündürlüyü 200 metrə qədər olan hissədir. Bu dəniz səviyyəsi, yəni 0 metrdən 200 metrə qədər olan hündürlüklər düzənliklər adlanır. Və bunlardan bəziləri məsələn Amazon, Mississippi, Orinoco, La Plata, Atlantik sahili, Meksika sahili, Mesopotomiya, Hind qanı, Kür-Araz, Qərbi Sibir, Orta Sibir və s. belə deyək ovalıqların adlarını çəkə bilərik. Yüksəkliklər 200-500 metr hündürlükləri arasında yerləşir. Məsələn, burada Valday, Orta Rusiya, Ravlent, Stavropol yüksəklikləri bura daxildir. Yaylalar 500 metrdən yüksək olan hissələrdir. Tibet, Anadolu, İran, Orta Sibir, sonra Dekan, Qarabağ, Braziliya, Gviyana, Patagoniya, Meksika, Kolorado, Efiopiya, Şərqi Afrika kimi yaylalar aiddir. Ümumiyyətlə, düzənliklər mənşəyinə görə iki yerə bölünür. Akkumulyativ, bir də dendasyon mənşəli. Akkumulyativ mənşəli düzənliklər əsasən relyefi hamardır. Məsələn, burada mən nümunə kimi Amazon ovalığını seçmişəm. Relyef hamardır və az meyilli düzənlikdir bu təbii ki. Əsasən də yer ovalıq, yəni ovalıqlar əsasən akkumulyativ mənşəli düzənliklərə aiddir. Akkumulyativ mənşəli düzənliklər ovalıqlardır. Dendasyon mənşəli düzənlik, yəni o akkumulyativ deyən də toplanma nəticəsində ya çayların gətirdiyi və yaxud da ki, müxtəlif proseslərlə toplanma nəticəsində yaranan hamar düzənliklər akkumulyativ düzənliklərdir. Dendasyon mənşəli isə parçalanma nəticəsində, yəni bunların hündürlükləri daha çox 200-dən çox olur. Yəni yüksəklik və yaylalar əsasən dendasyon mənşəlidir. Məsələn, Braziliya yaylasını burada biz göstərə bilərik. Və burada əsasən daha çox bərk suxurları olur, səthi və əsasən filiz faydalı qazıntılarla da belə deyək, zəngin olur bu ərazilər, dendasyon mənşəli düzənliklər və seyrək bitki örtüyü olur. Ümumiyyətlə, gəlin Avropaya aid düzənliklərə baxaq. Bunlardan məsələn Almaniya, Polşa düzənliyi, Şərqi Avropa düzənliyi, Orta Dunay, Aşağı Dunay, Padan, Meseta yaylası, deməli Padan ovalığı, Orta Aşağı Dunay ovalığı, Almaniya, Polşa ovalığı, Şərqi Avropa düzənliyi, buradan Anadolu yaylası, yenə burada da Anadolu, Mesopotomiya ovalığı, İran yaylası, Turan ovalığı, Qərbi Sibir deməli ovalığı, Orta Sibir yaylası, sonra Qobi yaylası, Təklə Məkan yaylası, Tibet yaylası, sonra Hind qanq ovalığı, Böyük Çin düzənliyi, yəni ovalığı, Dekan yaylası əsasən Asiyaya aiddir. Sonra Afrikada daha çox biz Efiopiya yaylasını, Şərqi Afrika yaylasını, Konqo çökəkliyini, sonra bu əraziləri daha çox qeyd edə bilərik. Digərləri də səhralarla örtülmüş ərazilərdir. Sonra Şimali Amerikada Böyük Hövzə yaylası hündür dağlıqda yerləşən, sonra Colorado platosu, Meksika yaylası, sonra Böyük Düzənlik yaylası, Meksika sahili, Atlantik sahili, Yucatan, sonra Mərkəzi düzənlik, sonra burada Lavrenti yüksəkliyi, Kanada qalxanda deyirlər. Cənubi Amerikada Amazon ovalığı, Orinoco ovalığı, Gviyana yaylası, Braziliya yaylası ən böyük materikin yaylası hesab olunur. La Plata ovalığı, Patagoniya yaylası əsasən Cənubi Amerikada yerləşir və burada Cənubi Amerikada Ant dağlarında 20 dərəcə cənub enliyindən cənub hissələrdə artıq, daha doğrusu şimal hissələrində artıq Ant dağlarının aralarındakı məsafə genişlənir və antiplanolar yaranır ki, bu da hündürdağlıq yaylalar hesab olunur. Sonra burada Avstraliyada məsələn qeyd edə bilərik Nallarbor düzənliyi ovalığı, Carpentaria ovalığı, sonra Böyük Artizan hövzəsi, Darling Murray hövzəsi. Burada səhralar da var. Məsələn, Böyük Qumlu, Hibson, Böyük Victoria, sonra Simpson səhralarda burada üstünlük təşkil edir. Deməli, bunlar əsas bizim belə deyək, yayla düzənliklərimizdir. Burada da görürsünüz Böyük Düzənlik, Böyük Hövzə, Colorado, Böyük Düzənlik, Mərkəzi Düzənlik, Mississippi, Atlantik sahili, Meksika sahili, Meksika yaylası
və antiplanolar, Patagonia, La Plata, Braziliya, Amazon, Gviana, Orinoco ovalıqları və digər ovalıqları siz burada ümumi şəkildə görürsünüz. Ümumiyyətlə düzənliklər yer səthinin hamar hissəsidir. Onun da dediyi 2 növü, mənşəyinə görə 2 növü, hündürlüyünə görə isə 3 növü vardır.